Salam, xoş gördük hər birinizi. Bugün mövzumuz olacaq amonimlər. Deməli, amonimlər bölməsində bildiyimiz kimi həmişə qəbula düşən suallardan biridir. Bunun bizə ən çətin vəziyyətləri, ən gec çatan yerləri nədir? Onlara baxacağıq. Ümumiyyətlə, omonimlər barəsində mən demək istəyərəm ki, omonimi tapmaq çox da çətin bir məsələ deyil. Burada bizim öyrənməmiz gərəkən budur ki, nələr omonim deyil. Nələrin omonim olduğunu tapmaq daha asandır. Omonim haqqında biz deyə bilərik ki, deyilişi, yazılışı, başlanğıc forması, eyni, leksik mənası isə tamamilə fərqli olan sözlər. Yəni deyilişi, yazılışı, başlanğıc forması eyni olan, leksik mənası isə tamamilə fərqli olan sözlər omonimlərdir. Amonimlərdə biz deyilişi, yazılışı deyəndə yadda saxlamaq lazımdır ki, vurğusuna görə mənası dəyişən söz, sözün vurğusuna görə mənasının dəyişməyi onun deyilişinin fərqli olmağıdır. Bu nə deməkdir? Tutaq ki, deyirik ki, qovurma. Bir deyirik ki, qovurma. Vurğu düşür sona. Bir deyirik ki, qalamımız niyə yazmadı? Bir deyirik qovurma. Vurğu düşdü sona. Bir də deyirik ki, qovurma. Görürsünüz, nə oldu? Bu sözün deyilişi fərqlidir də. Bir deyirik qovurma, bir də deyirik qovurma. Deməli, deyilişi fərqlidirsə bu omonim ola bilməz. Yazılışı onsuz da fərqli olsa, indi bunları ayrı-ayrılıqda izah eləyəcəyik. Məsələn, deyirik ki, mətn, bir də deyirik ki, mətin. Birində mətn yazılıb, birində mətin yazılıb. Deyilişi, burada da yazılışı fərqlidir. Deməli, bu da omonim olmaz. Və yaxud da deyirik ki, əsir. Bunun bir deyirik külək əsir, sözün kökü olur əs. Bir də deyirik ki, düşmən əsir düşüb. Sözün kökü olur əsir. Deməli, başlanğıc forması fərqlidir. Demək, bu da omonim olmaz. Bizə lazım olan əsas məsələ nələr omonim deyil. Bax, buna baxacağıq. İndi biz həmin izahımıza keçək ki, nələr omonim deyil. Bax, ən çox bizə lazım olan məsələ budur. Nələr omonim deyil. Baxaq həmin məsələlərə.